Mağazadan məhsul alarkən hamımızı bir sual düşündürür. Bu məhsul doğrudanmı təhlükəsizdir? Artıq bunun cavabını rəsmi və çox asan yolla öyrənmək mümkündür. Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytında Qida Təhlükəsizliyi Reyestri adlı yeni bölmə istifadəyə verilib. Reyestrdə agentlik tərəfindən qeydiyyata alınmış qida obyekt və subyektləri, qanunvericiliklə qeydiyyata alınmalı olan məhsullar, o cümlədən bioloji aktiv qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və onlardan hazırlanmış yem məhsulları, təbii mineral sular, qida və yem əlavələri, habelə yoxlamalar zamanı uyğunsuzluq aşkarlanan məhsullar haqqında məlumatlar toplanır. Reyestrin təhlükəli məhsullar bölməsində adı çəkilən məhsullar təhlükəsizlik tələblərinə uyğun hesab edilmir. Lakin bu, həmin məhsulun istehsalçısının bütün məhsullarının təhlükəli olması demək deyil. Uyğunsuzluq adətən konkret məhsul partiyasına və ya müəyyən fəaliyyətə aiddir. Əgər hər hansı məhsul insan həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, onun ölkəyə gətirilməsinə və satışına qətiyyən icazə verilmir. Bu bölmənin əsas məqsədi istehlakçıları təhlükəli məhsullar barədə vaxtında xəbərdar etmək, istehsalçı və idxalçıları təhlükəsizlik qaydalarına əməl etməyə yönləndirmək və qida sahəsində nəzarəti, şəffaflığı gücləndirməkdir. Reyestrdə həmçinin qida məhsulları ilə təmasda olan materiallar, baytarlıq preparatları, pestisid, bioloji preparat və aqrokimyəvi maddələr, habelə ölkəmizə idxal olunan heyvan mənşəli qida və yem məhsullarının istehsal və emal edildiyi xarici qida obyektləri barədə məlumatlar da mövcuddur. Artıq hər birimiz alış etməzdən əvvəl bir neçə saniyəyə məhsulun təhlükəsizliyi haqqında informasiya əldə edə bilərik. Çünki sağlam həyat düzgün seçimdən, düzgün seçim isə düzgün məlumatdan başlayır.